Ürək ağrısı varsa, bu mütləq ürək xəstəliyidir. Bu yanlış bir fikirdir. Çünki döş qəfəs xəstəlikləri, mədə xəstəlikləri, oynaq, əzələ və sinir xəstəlikləri də ürək nahiyəsində ağrılar verə bilir. Gənclərdə ürək ağrısı ciddi olmur. Bu da yanlışdır. Gənclərdə son zamanlar ürək xəstəlikləri riski xeyli artıb. Xüsusən də zərərli vərdişlər, siqaret, içkilər, enerji içkiləri, narkotik bu riski daha da artırır. Ürək ağrısı yalnız sol tərəfdə olur. Bu da müəyyən qədər düz olmaqla bərabər içində yanlış fikirlər var. Ağrısız ola bilər, hətta bəzən ayağa vura bilən ürək ağrıları, bəzən də sağ tərəfə vura bilən ürək ağrıları müşahidə olunmuşdur. Ağrı qısa çəkdisə təhlükəli deyil. Bu da bir yanlış fikirdir. Çünki son vaxtki bizə müraciətlərdən biz görürük ki, bəzən qısa müddətli ürək ağrıları da ürək xəstəlikləri ilə bağlı ola bilər. Sadəcə yaşlı insanlar risk altındadır. Dünya tədqiqatları göstərib ki, Azərbaycan ən yüksək ürək xəstəlikləri rast gəlinən risk altındadır və bizim hazırda praktikamızda da xeyli sayda gənc yaşlı insanlarda ürək xəstəlikləri olduğu aşkarlanmışdır. Ürək ağrısı həmişə ürəkdən gəlmir, amma bəzən sizi gələcəkdə ola biləcək ürək katastrofalarından xəbərdar edir. Ona görə də kardioloqa vaxtında müraciət edin.